Allah Rəsulunun digər bu ayda etdiyi namaz qılması idi. Namaza, ibadətə çox təkidlərdir və məxsusən gecə vaxtı. Gecə namazı. Gecə namazı. İmam Sadiq əleyhissalam bu formada deyir ki, Allah Rəsulu Ramazan ayının ilk günü, yəni ilk 20 günü namaz qılardı. Bu namazı bu formada idi. 8 rükətini məğrib namazından sonra, 10-cu rükətini isə işa namazından sonra qılardı. 20 gün, yəni Ramazan ayının 1-dən 20-sinə qədər sünnəti bu formada idi. Amma ayın deyir sonunda Allah Rəsulu bütün artıq otağını yığışdırardı, yatağını yığışdırardı. Hər gün, yəni Ramazan ayının sonu, yəni artıq 19-cu gecədən başlayıb, Qədir gecəsi axı. Ondan başlayardı, hər gün qüsul alardı və hər gün artıq namazlarının sayını çoxaldardı. Və deyir ki, hətta bəzən 100 rükət namaz qılardı. İmam buyurur ki, Allah Rəsulu bu ayda öz yaxınlığı, öz ailəsini Ramazan ayının 21-ci gecəsi, 23-cü gecəsi yatmağı qoymazdı. Deyər ki, bu aydan istifadə edin.